Salam əziz şagirdlər, bugün Eduqratanın təşkil etdiyi sınağın izahına baxırıq. Azərbaycan dilinə baxaq. Birinci sual, mürəkkəb sözlərin tərkib hissəsi baxımından məntiqi ardıcıllığı davam etdirin. Gecə, gündüz, baxırıq ki, gecə, gündüz əks mənalıdır. İsti, soyuq əks mənalı, açıq, qapalı əks mənalı. Deməli, biz də əks mənalı mürəkkəb söz seçməliyik. A variantı düzgün olacaq. İkinci sual, aşağıdakılardan yalnız biri nöqtələrin yerinə yazıla bilər. Rahat, rahat, quru, quru, şirin, şirin. Eyni sözün təkrarından yaranan mürəkkəb sözlərdir. Deməli, biz də uzun, uzun bəndini götürməliyik. C bəndi doğru olacaq. Üçüncü sual, hansı cümlədə mürəkkəb söz yanlış yazılıb, yəni səhv yazılıb? A bəndi rəngbərəng güllər bağçanı bəzəyirdi, rəngbərəng doğrudur. Meşədə enli yarpaqlı ağaclar çoxdur, enli yarpaqlı burada da doğru yazılıb. B bəndi olmayacaq, bizdən yanlışı soruşur. Babam çox əməksevər bir adam idi, əməksevər. Əməksevər bitişik yazılmalıdır. Əmək və sevər müxtəlif mənalı sözlərdir. Bilirik ki, müxtəlif mənalı sözlərin birləşməsi də bitişik yazılmalıdır. D bəndi böyük kiçiyin yerini bilmək lazımdır. Bu, böyük kiçik əks mənalı sözü defislə yazılması düzgündür. Deməli, C bəndi olacaq. Dördüncü sual, həm xüsusi, həm də ümumi isim kimi işlənə bilən sözləri seçin. Laləni götürə bilərik, bir də dənizi götürə bilərik. 1, 4 düzgün olacaq. Son samitin tələffüsünü nəzərə alaraq ardıcıllığı davam etdirin. Bulaq sözündə son samit qıdır, x kimi tələffüs olunacaq. Bizə tələffüsü nəzərə alın deyir. Daraq, daraq, qulluq, qulluq. Bu bayraq düzgün olacaq. Çünki bayraq kimi tələffüs olunur. Vərəq, sadiq məxluq isə tələffüsdə vərəq k kimi tələffüs olunur. Altıncı sual, hansı sözdə nöqtələrin yerinə y yazılmalıdır? Küləyin əlbəttə ki, çünki saitdən başlanılan şəkilcə artırılıbsa k y-yə çevrilir. Hansı sözlərə saitdə başlanan şəkilcə əlavə etsək, yazılışı fərqlənməz. Əlbəttə ki, C bəndi doğrudur. Bir hecalı sözlərdə k-yə əvəzlənməsi baş vermir. 8-ci sual, hansı cümlədə səhv yazılmış söz var? A bəndi, bizim müəllimimiz çox ədalətli insandır, burada yoxdur səhv. Vaxt bizim üçün çox qiymətli xəzinədir. Burada işarə, dəniz işarələyib, çox doğru vurğulayıb, qiymətli olmalıdır. Bu yanlışdır. Dənizli şəhərlərdə gəzməyi çox sevirəm, küləkli havada çox gəzə bilmədik. Burada bu cümlələrdə də səhv yoxdur, B bəndi düzgün olacaq. Hansı bənddə hər iki söz səhv yazılmışdır? A bəndində qəhrəmanlar və zamanlar hər ikisi düzdür. B bəndində hündürlər, qazanlar hər ikisi səhv yazılıb. C bəndində yumaqlar, hərəkətlər hər ikisi düzdür. D bəndində pozanlar səhv yazılsa da qələmlər düzgün yazılmışdır. Ona görə B bəndi olacaq. 10-cu sual, hansı say verilən şərtlərə uyğundur? Təxmini miqdar bildirir. Nə qədər sualına cavab verir, düzəltmədir. Təxmini bildirirsə 28-cini götürə bilmərik. C bəndi ilə D bəndi təxmini miqdarı bildirir. Bizə deyir ki, nə qədər sualına cavab verirsə, həm də düzəltmədir. Bir qədər düzəltmə deyil. Ona görə çoxlu sözünü götürürük. D bəndi düzgün olacaq. 11-ci suala baxırıq. Saylardan biri digərlərindən fərqlənir. Minlərlə xeyli sonuncu az. Minlərlə xeyli az miqdar saydı. C bəndi olacaq. Sıra saydı fərqlənir. Hansı cümlədə yanlış yazılmış say var? Yəni səhv yazılıb, C bəndi düzgün olacaq. Çünki 10-cu olmaz. Əgər rəqəmlə qeyd ediriksə, belə olmalıdır. 10-cu. A bəndində bir binanın 5-ci mərtəbəsində Roma rəqəmi ilə yazılıb deyə orada C-ıncı şəkilçi qoyulmur. B bəndində yarışda 2-ci yeri bizim sinif tutdu, 2-ci doğrudur. D bəndində qardaşım 8-ci sinifdə oxuyur, doğrudur. 13-cü suala baxaq. Verilmiş say haqqında hansı fikir doğrudur? 75 sıra say bildirir, xeyr, düzəltmə saydır, yox, mürəkkəb saydır, təxmini miqdar bildirir, mürəkkəb saydır, doğru olacaq. 14-cü sual, hansının tələffüsü yanlış göstərilmişdir, yəni səhv göstərilib?
A bəndi doğru götürülüb, işıqlar olmalıdır. Gilas-gilaslar düzdür, qatar-qatarlar düzdür, səbət-səbətlər düzdür. 15-ci sual verilmiş sözə hansı şəkilçini artırsaq, səs sayı hərf sayından çox olar. Burada lalə şəkilçisidir, biz bunu qeyd eləmişdik dərsdə də. Həvəslə sözü həvəslə kimi tələffüz olunur. Burada səs çox olur. Düzdür, bu kitabda yoxdur bu şəkilçi, verilməyib dərslikdə, amma biz bunu qeyd eləmişdik. 16-cı suallar, şəkilçisi hansı sözlərə qoşulsa, yalnız şəkilçi fərqli tələffüz olunar. Əlbəttə ki, bu C bəndi olacaq, C düzgündür. Buludlar olsa, D, T-yə çevrilir, işıqlar, burada X olur. Sözün özü fərqli tələffüz olunur. Bizdən isə yalnız şəkilçinin fərqli tələffüz olmasını istəyir. Ona görə də oğlanlar, qatarlar, yəni burada sözün kökü dəyişilmir. 17-ci sual, maraq sözünə hansı şəkilçini əlavə etsək, qığı əvəzlənməsi baş verər. Əlbəttə ki, saitlə başlayan şəkilçi D bəndi düzgün olacaq. Hansı cümlədə say yoxdur? Meyvəli keks üçün 5 alma lazımdır. 5 burada saydı. Biz bugün yarışda birinci olduq. Birinci saydı. Kitabxana çoxlu saydı. Burada əla isə say deyil, düzgün olacaq. Hansı söz yalnız cümlənin əvvəlində gələrsə böyük hərflə yazılar? Əlbəttə ki, D bəndi olacaq. Ümumi isimdə, ancaq cümlənin əvvəlində böyük yazılır. 20-ci sual, faktlardan ən çox hansı mətnlərdə istifadə olunur? Əlbəttə ki, elmi mətnlərdə. Elmi, yəni informativ də deyə bilərik. Biz informativ kimi keçmişik. Bədii mətnlərdə fakt yoxdur, obrazlar var. Tənqidi mətnlərdə də yoxdur. Gülüş yaradan mətnlərdə yox. D bəndi olacaq. Və keçdik oxuyub anlama mətninə. Oxuyub anlama mətnini yaxşı yazmaq üçün əvvəlcə mətnə uyğun verilən suallara diqqət etmək lazımdır. Ən azından heç olmasa suallar oxunmalıdır. Məsələn, mətnə keçməzdən öncə biz 21-ci suala baxırıq, oxuyuruq. Mətnin əsas ideyası nədir? Sonra Qafqaz bəbirinin sayının azalmasının səbəbləridir. Hansı Qafqaz bəbirinə aid edilə bilməz və yaxud da növbəti suallar varsa da oxuyuruq. Ondan sonra biz başlayırıq mətni oxumağa, diqqətlə oxumağa. 2 dəfə oxusaq daha yaxşıdır, çünki birinci dəfədən anlaşılmaya bilər. Daha sonra 2 dəfə oxuduqdan sonra cavablandırırıq. Əgər sualda da nə isə bilmədiksə, yenidən qayıdıb mətni oxuya bilərik. Gəlin mətni oxuyaq. Qafqaz bəbiri. Qafqaz bəbiri Azərbaycanın və Qafqazın dağlıq bölgələrində yaşayır. Nadir yırtıcı heyvanlardan biridir. O, leopar ailəsinə aiddir. Bədəni sarımtıl qəhvəyi rəngdədir və qara ləkələri var. Qafqaz bəbiri gecə aktiv olur, yəni gecələri ovlanır. Onun qidası əsasən kiçik və orta ölçülü heyvanlardır. Qafqaz bəbiri çox ehtiyatlı və tək yaşayan heyvandır. O, dağlarda və sıx meşələrdə gizlincə hərəkət edir. Təəssüf ki, ovçuluq, yaşayış yerlərinin azalması və qida çatışmazlığı səbəbindən nəsli azalır. İkinci abzasa keçirik. 2008-ci ildə Qafqaz bəbirlərinin sayı 700 min aralığında idi. Həmin illərdə Azərbaycanda tez-tez görünürdü. 2016-cı il hesablamalarına görə Azərbaycanda 17-20 bəbir yaşayırdı. Ən son araşdırma 2022-ci ildə aparılıb və 13-15 fərd qeyd olunub. Üçüncü abzasa baxırıq. Buna görə də Qafqaz bəbirinin Azərbaycanda qorunmasına xüsusi diqqət yetirilir. Onun ovlanması qadağandır və ovlayan şəxs cərimələnir. Eyni zamanda bəbirlər xüsusi qoruqlarda saxlanılır. Alimlər kameralar vasitəsilə sayı və hərəkətini izləyirlər. Qafqaz bəbiri qorunan ərazilərdə qanun və alimlərin nəzarəti altında yaşayır ki, nəsli tükənməsin. Baxaq birinci suala. Mətnin əsas ideyası nədir? Bəbirlərin necə sürətli qaçdığını göstərmək, xeyr, meşədə gəzinti qayda öyrətmək, xeyr, heyvanların nəşlərini müqayisə etmək, nadir olan Qafqaz bəbirini tanımaq. Doğrudur. 22-ci suala baxırıq. Qafqaz bəbirinin sayının azalmasının səbəbləridir. Mətndə də var. Yaşayış yerlərinin azalması, qida çatışmazlığı. Elə bu cümlədə qeyd olunub. Ona görə düzdür. Hansılar Qafqaz bəbirinə aid edilə bilər?
Ləpər ailəsinə aiddir, bəli. Ehtiyatlı heyvandır. 1-4 düzgündür. Burada gündüzlər aktivdir. Xeyr, burada qeyd olunub gecə aktiv olur. Bir də sürü halında yaşamır, tək yaşayan heyvandır. 24-cü suala baxaq. Bəbirlər Azərbaycanda daha çox nə vaxt görünürdü? 2008-ci illərdə. Qafqaz bəbiri Azərbaycanda necə qorunur? Burada təbiətdə sərbəst buraxılır, səhv cavabdır. Qoruqlarda saxlanır, əlbəttə ki, mətndə də qeyd olunub. Bəbirlər xarici görünüş haqqında hansı məlumat doğrudur? Sarımtıl qəhvəyi rəngdədir, düzdür. Alimlər bəbirlərin sayını və hərəkətini necə izləyirlər? Kameralar vasitəsilə. Bəbirlər daha çox nə vaxt aktiv olur? Gecə saatlarında. Mətndən əsasən cədvəl tamamlayın. Burada səbəb-nəticə cədvəlidir. Nəticə verilibsə səbəbin tapılması asandır. Qafqaz bəbirinin Azərbaycanda qorunmasına xüsusi diqqət yetirilir. Çünki Azərbaycanda sayı ilbəil azalır. Mətnə əsasən hansı fikir yanlışdır? 2008-ci ildə Azərbaycanda 700 bəbir yaşayırdı. Fikri yanlışdır, çünki 700-1000 aralığında yaşayırdı. Digər mətnlər doğrudur və mətndə də bu məlumatlar var. Yəni, oxuyub anlama mətni çox asandır, çünki konkret olaraq cavabları mətndə qeyd olunub. Baxırıq növbəti sualı, 31-ci sual riyaziyyata keçirik. Samir hər gün işə maşınla gedib gəlir. Samirin evi ilə işi arasındakı məsafə 498 metr olduğuna görə Samir hər gün neçə metr yol gedir? İşə gedib gəldiyinə görə 498-də 498 toplanmalıdır. 996 düzgün cavabdır. Aşağıdakı toplama əməllərindən hansında gilasın yerinə 157 yazılmalıdır. Elə A bəndində misallar qarşısında qeyd olunub. 686-dan 529 çıxanda 157 eləyir. A bəndi doğrudur. 33-ün isə həllini görmürük. Yəqin ki, qıraqda həllini qeyd edib. Mağazaya birinci gün 137 ədəd. Burada qısaca qeyd eləmək olardı ki, birinci gün 137, ikinci gün 98 ədəd çox, birinci gündən 137 və 98-i toplamalıyıq. Bir yadda 235. Üçüncü gün isə 2 günün cəmi qədər şalvar gətirdi. 3 gündə soruşur, yəni 3-cü günü soruşmur. 3 gündə biz əvvəlcə bunların cəmini tapırıq. Bir yadda 372. 3 gündə soruşursa, elə bu hamısını toplamalıyam. Bu ikisinin cəmi 372 edir. 372 və 372-ni topladıqda 4, bir yadda 7, 744 A düzgün cavabdır. 34-cü suala baxırıq. Məktəbdə cəmi 749 şagird və müəllim var. Bu məktəbdə 375 oğlan şagird, 38 müəllim var. Buna əsasən məktəbdə neçə qız şagird var? Deməli, bunu da tapmaq üçün həlli qeyd olunsa yaxşı olardı. Yəqin qıraqda hesablayıb. 375-dən 38-i toplayırıq. 413, 749-dan da 413-ü çıxırıq. 336 düzgün olacaq. 35-də düzgün uyğunluğu müəyyən edin. Bu bənzərliklərini fəza fiqurları ilə oxşar olan əşyaları seçməliyik. Düzgün seçilib. 36. Avtobus dayanacağa çatmaq üçün əvvəlcə 637 metr, sonra isə 279 metr yol getdi. Avtobus cəmi neçə metr yol getdi? Bəli, çox asan bir tapşırıqdır. Toplamaq lazımdır. Düzgün toplayıb 916 olacaq. 37-yə baxırıq. Verilən fəza fiqurlarının təpələrinin saylarının hasili neçədir? 3 bucaqlı piramidadır. 3 bucaqlı piramidadırsa 3 aşağıda təpə, 1 yuxarıda təpə, 4 təpə olacaq. Burada isə 6 təpə, 3 oturacağında, 3 digər oturacağında 6 təpə olacaq. 6 dəfə 4-ün 24 doğru olacaq. 38-də variantlarda verilənlərdən hansı xəttlər paralel deyil? Əlbəttə ki, C və D paralel deyil. İşarələnir. Bunları uzaldanda bunlar nə vaxtsa kəsişəcək. 39-a baxırıq. Tofiq hər gün əvvəlkindən 65 metr çox yol
çox olmaqla 4 gün ərzində yürüyüş etdi. O ilk gün 137 metr yol getmişdirsə, 4 gündə cəmi neçə metr yol getmişdi? Bəli, toplayaraq yazırıq. İlk gün 137 gedibsə, artıra yazırıq. Növbəti gün 137-nin üzərinə 65-i gələcəyik, eləyəcək 202, daha sonra 202-nin üzərinə 65-i gəlirik, eləyəcək 267, daha sonra 267-nin üzərinə 65-i gəlirik, eləyəcək 232. Daha sonra bunların hamısını toplayırıq. 7, 2, 9, 9-un üzərinə 9, 18, 8 yazırıq bir yadda. Buradan qeyd eləyək. 3 və 3, 3-ün üzərinə 6, 9, 9-un üzərinə 3, 12, o da bir yadda 13, yenə bir yadda olacaq. 6, 3 dənə burada 2 var, 6 eləyir, o da 1, 7, o da bir yadda. Aha, burada 3 olduğuna 3, 2, 3, 4, 7, 8, o da bir yadda 9. 938 doğru cavabdır. 40-cı suala baxırıq. Anamın boyu 156 cm, atamın boyu 182 cm, mənim boyum 168 cm, bacımın boyu isə 159 cm. Bütün ailə üzvlərinin boyları cəmi neçədir? Toplayırıq hamısını. 6, əvvəl təşlikləri toplayaq. 6, 2, 8, 8, 8, 16. 16-nın üzərinə 9 gəlirik. 25, 5 yazırıq 2 yadda. Daha sonra onluqları toplayırıq. 5, 8, 13. 13-ün üzərinə 6, 19. O da 5, 24. O da 2, 26, 6 yazırıq. Yine 2 yadda. Yüzlüklərin damısı 1'dir. 4, üzərinə 2, 6, 665 doğru cavab olacaq. 41-ci suala baxırıq. Şirniyyat fabrikində gün ərzində 273 çiyələkli tort, 469 şokoladlı tort hazırlandı. Gün ərzində ümumi neçə tort hazırlandı? Toplanmalıdır 273-dən 469. Düzgün toplanılıb. Növbəti suala baxaq. Birinci ədəd ən böyük bir rəqəmli cüt ədəd, yəni 8. İkinci ədəd isə bundan 7 qat böyük olan ədəddir. 8-dən 7 qat böyük 56 olacaq. 7 dəfə 8-in. Bu ədədlərin cəminin üzərinə cəmini tapsaq 64 edəcək. 348 gəldikdə neçə edər? 348-lə də 64-ü toplamalıyıq. 412 doğru olacaq. 43-cü suala baxaq. 547 ədədinin yüzlüyü. Buranı pozaq. 547 ədədinin yüzlüyü. 547 ədədinin yüzlüyü. 268 ədədinin onluğu. 268 ədədinin onluğu. 226 ədədinin təkliyi götürülüb. Yeni ədəd yaradılarsa aşağıdakilərdən hansı alınır? Alınar 566. Doğrudur. 44-də baxırıq. Ayxan ədədi 6 manat olan ananasdan 8 ədəd aldı və satıcıya 100 manat pul verdi. Satıcı Ayxana neçə manat pul qaytarmalıdır? Deməli, ədədi 6 manat olan ananasdan 8 ədəd aldısa, burada biz 6-nı 8-ə vurmalıyıq. 48 manat pul verib. Satıcı 100 manat verdisə, nə qədər qaytarmalıdır? 100-dən 48-i çıxırıq. 52 manat. B bəndi doğru olacaq. Ədədlərin sözlərlə yazılışından hansı düzgündür? 491 D düzgün olacaq. Digəri 46-cı sualda modellə verilmiş toplama əməlində cəmdən 98 vahid böyük ədəd neçədir? Əvvəlcə cəmi tapmalıyıq.
4-dan sayaq tapaq. Deməli, bu 3 olacaq. 1, 2, 3, 4, 5, 6, 7. 7 olacaq. Təkliyi sayırıq 4 olacaq. 1, 2, 3, 4, 5, 5 olacaq. 2. Cəmi tapırıq. 3 və 4-ün 7. 7 və 5-in 12, 2 yazırıq 1 yadda. 5 və 2, 7, o da 1 yadda. 8, 827 ədədi cəmdir. Cəmdən 98 vahid böyüyü soruşur. Üzərinə 98-i əlavə edirik. $925. Niyə 827 alınıb? Yəqin diqqətsiz olub. Burada 573-dən 254-dür. Hə, toplayıb 827, sonra 98 vahid böyük ədədi tapmayıb. 47-ci suala baxaq. 529 ədədi belə şifrələnmişdir. Buna əsasən ədədin təklik mərtəbə qiyməti neçədir? Şifrələsək, bu olur 5, özü qeyd edib, bu olur 2, bu da olur 9. Təklik mərtəbə qiyməti elə 2 olacaq təklik mərtəbə qiymətini soruşursa, niyə 5 götürülüb burada? Yəni, burada özü düzgün qeyd edib, dairəyə təklik 2 yazıb, burada isə 5-i götürüb. Aha, bu da səhv oldu. Sonra, deməli, amil paltar mağazasında 173 manat, bazarda 95 manat, restoranda isə 367 manat pul xərclədi. Amil cəmi neçə manat pul xərclədi? Toplanmalıdır bütün hamısı. 170, 195, 367. Baxaq görək düzmü toplayıb. Aha, 268-in üzərinə 367 gəlirik. Düzgündür. Aşağıdakı fiqurlardan hansının simmetri oxu yanlış çəkilmişdir? Əlbəttə ki, C doğru olacaq. Çünki bunları qatladıqda üst-üstə düşmür. Bu gəlib bu tərəfə düşəcək. Rombun diagonal üzrə çəkilmiş simmetriyası doğru olur. Paralelogramda yox. Həm də paralelogramda da olmur, düz bucaqlıda da olmur. Sonra simmetrik 50-ci suala baxırıq. Simmetrik şəklin digər yarısı hansıdır? Digər yarısı burada baxırıq. 1, 2, belə 2 mərtəbə, bir də 3-cü. Əlbəttə ki, C bəndə olacaq. Baxan kimi də görünür. Həyat bilgisinə baxırıq. 51-ci sual. Aşağıdakılardan hansı sağlam qidalanan birinin qidası ola bilməz? Ola bilməz deyir. Diqqət edirik. Əlbəttə ki, C ola bilməz. Digərləri meyvə tərəvəzdir. O xeyirli qidalardır. 52-ci sual. Gün ərzində kölgənin yeri niyə dəyişir? Əlbəttə ki, yer öz oxu ətrafında fırlandığı üçün. 53-cü sual. Aşağıdakı situasiyalardan, yəni vəziyyətlərdən hansı əzəllərin düzgün işləməsinin nümunəsidir? Uşaq qolu ilə ağzını yumruqla vurur. Xeyir, bu heç vaxt ola bilməz. Uşaq qaçdıqdan sonra ayaqlarında istilik və yüngül yorğunluq hiss edir. Bu düzgündür. Uşaq heç tərpənmədən yorulur. Yalnız sümüklər tərpənir, əzəllər hərəkətsiz qalır. B doğru olacaq. Aşağıdakılardan hansı həm skeletin, həm də əzəllərin iş hesab olunur? Bədənə forma vermək və ona hərəkət etdirmək. B düzgün olacaq. 55-ci sual. Xəstəlikdən qorunmaq üçün maska taxmaq hansı vəziyyətdə vacib ola bilər? Açıq havada tək olanda xeyir, maska taxmasaq da olar. Xəstə insanlar yaxın təmasda olanda, evdə tək oturanda, yatağa gedəndə. B düzgün olacaq. Yerin öz oxu ətrafında fırlanması dayanarsa nə baş verər? Gecə-gündüz yaranmaz. Digər suala baxırıq. 57-ci sual. Ayın özü işıq saçmadığına baxmayaraq, işıqlı görünməsi nə ilə bağlıdır? Bu, dərsimizdə də var. Günəş işığını əks etdirməsi ilə bağlıdır. A düzgündür. B bəndə öz yanacağını yandırması ilə xeyir, ayın yanacağı olmur. Buludların rəngi ilə olmaz. Yer kürəsindən işıq alması ilə olmaz. Digər sual. Aşağıdakılardan hansı immuniteti gücləndirir? Səhər yeməyini buraxmaq xeyir, bu ola bilməz. Çox şəkərli qida qəbul etmək olmaz. Qaranlıq otaqda oturmaq olmaz.
B düzgün cavabdır. Təmiz hava, idman və sağlam qida. Aşağıdaşlardan hansı sağlamlığını düşünən biri tərəfindən söylənilə bilməz? Bilməz deyir. Diqqətli oluruq. Daha çox açıqda satılan qidalardan istifadə edirəm. Bu sağlam insanın söylədiyi fikir ola bilməz. B bəndində baxaq, yemək alarkən satçının əlcək taxdığına diqqət edirəm. Bəli, bazarda meyvə tərəvəz aldıqda təzə olanlardan seçirəm. Düzdür, marketdən qida aldığım zaman son istifadə tarixini mütləq baxıram. 60-cı suala baxırıq. Yerin öz ox ətrafında fırlanması nəticəsində nə baş verir? Gecə və gündüz bir-birini əvəz edir. Bu əvvəl suallarda var idi. Deməli, ingilis dilinə də baxaq tez-tez. Düzdür, mən ingilis dilini ətraflı izah edə bilmərəm, amma cavablarını qeyd edə bilərəm. 61-ci sual, düzgün variantı seç. Deyir, gödəkdir və kökdür. Nədir? Əlbəttə ki, bu ola bilər. Cümləni tərcümə elə, şirlər vəhşi heyvandır. Burada lionsdırsa, are wild animals. Düzdür. Vəhşi heyvanlardır. 63-cü sualda düzgünü seç deyir. Zeyd isə doesn't olmaz. Say have, don't have olar. Burada yəni dəqiq bu cavab düzgün deyil. A bəndi düşünürəm burada. 64-cü sual incorrect deyirsə səhv bəndi seçməliyik. D bəndi düzgün olacaq. Hippo deyil, səhvi soruşur. 65-də cümlə düzəltməliyik. Zürafə uzun və arıq heyvandır olar. And very tall, very olmaz seç vaxt. Very tall olar yəqin ki. B bəndi daha çox uyğun gəlir. 66-da grey elephant olar. Green, black, bat. Belə bir şey. Çünki elephant fildir. Bunu qara götürüb. Qara fil olmasaq grey olar fil. Ona görə burada B bəndi olar. 67-ci sual. Cümlələri tərcümə elə. Kök, arıq, hippo, düzdür. Correct, düzgünü seç. Fast, yəqin ki, fast surətlidirsə, əksini soruşar. Slow. Cümlə qur, very tall and thin. Hündür və arıq olar zürafə. Burada da hərflər krokodil. Krokodil sözü burada da var. Tapma small düzgündürmü? D bəndi düzgün olacaq.